Vaxtında özümü evli öldürdüm ki soda için. Soda için. Soda için. İçmədiniz. Elseveri araya koyup güldüz. Ne vakte kadar söze kulak atmayasınızsa o beni sıradat ediyorsunuz, eziyet çekersiniz. Deyilən sözə qulaq asmaq lazımdır. Deyilən sözə gəlmiş qoymaq lazımdır. Dediniz mədəmizdə yazva var, gastrit var. Dedim soda için. Dediniz bağırsaqlarımız çöp olur. Çöp olur, ne qaraq? Dedim soda için. Dediniz qaraciyarımızda piylənmə var, ne qarım? Dedim soda için. Dediniz sidik kisəmizdə daş var, qum var, ne bilim. Ne qaraq? Dedim soda için. Dediniz öt kisəmiz daşlaşır, qatılaşır, ne bilim, ne qarır? Ne qaraq? Dedim soda için. Dediniz dəri xəstəliklərim var, ne qarım? Dedim soda için. Dediniz saçımız tökülür, başımızda ne bilim perixit əmələ gəlir, kəpək əmələ gəlir, ne bilim. Ne qaraq? Dedim soda için. Dediniz şekerim var, ne qaraq? Dedim soda için. Dediniz osteoxondrozum var, ne qaraq? Dedim soda için. Bir gün öz mənim sözümü seriozla qəbul edib, mənim dediklərimi eləyib, gedib sağalmadınız. Ancaq veçini qəmiş qoydunuz ki, sən nə vaxtdan həkim olmuşsan. Sən gözünün içine girən gündən, deyim də mən nə vaxtdan həkim olmuşam. Sən kafeyə, qız dalıca gedəndə, nə bilim, yeyib içməyə gedəndə, araq içəndə, mən yazıb pozurdum, öyrənirdim. Mən professora qulaq asırdım. Ki, özümü sağaldım. Mən özümü sağalda bilən bir oğlanam, ha kişi. Nəinki özümü? Azərbaycanın yarısını sağaldırmışam, bədbax oğlu, xəbərim yoxdur. Ağzınızı açan kimi də deyirsiniz ki, soda mədəni deşir. İndiyə qədər soda kimin mədəsini deşib? Neçə nəfər tanıyırsınız? Ağzımda deyirəm, professor Newmakin Temboli bu kosmonavtların professoru olub. Bu da elə kimisə dodağın şişirdim, nə bilim, kimisə götün şişirdən professorlardan olmur. Professor Newmakin kosmonavtların professoru olub. Yani bu dahi bir insan olub. Professor Newmakin deyir ki, biz insanların nazik bağırsaqları özü soda istehsal eləyir. Niyə? Daxilimizə yığılan çöküntüləri daxilimizdən xaric eləmək üçün. Yəni daxilimizə yığılan şlak edirlər. Şlakları daxilimizdən aşılaçıvat eləmək üçün. Bunun funksiyası sənin içü çalatu təmizləmək üçündür. Qəbizlikin en güzel dərmanıdır. Bundan güzel qəbiz dərmanı siz tapa bilməzsiniz. Yəni bu tək hər şey sodanın üstünə yıxım yox. Bu rak xəstəliyinin də dərmanıdır. Bu yəni bu praktik soda sağalda bilmədiyi xəstəlik yoxdur. Siz bunun nə olduğunu bilmirsiniz. Həkimlər bizim həmişə uşaqlıqdan gözümüzü qırıblar ki, amanın günüdür. Soda içməyin, soda sizin mədənizi deşəcək. Yalansa sizə güllə dəysin. Dəysin yalansa sizə güllə. Neçə ildir içirəm bu xaraba mənim mədəmi niyə deşmədi görəsən. Gün-gündən də mənim mədəm bağırsağım yaxşılaşdı. Dediniz psoriaz xəstəligimiz var, dəri xəstəligimiz var. Nə qaraq? Dedim sodalı su için. 5 gün 10 gün içirsiniz. Desmə xeyr eləmədi. Sən bu bir həftə 15 gün, bir ay içəndə sənə xeyr eləyəcək. Bu bir cəmaat 20 il 30 il içəri Allah elmi tiksin. Daha bax mən düzəltdiyim kimi düzəldir. Gördünüz bax qarışdırdım. Bir çay qaşığı sodanı. Bunun üstünə də qəşəngcənə soyuq su əlavə eləyəcəm. Bax prosto bu обычный soyuq sudur. Bu suyu niyə əlavə edirəm? Çünki
biraz ılık olsun da. Bu yani çaynikten töktüğüm su kaynarıydı axı. Bunu belə tökdüm ki biraz ılık olsun. Yani içə bilək. Bu soyuq suyun funksiyası sodalı suyu ılık eləmək üçündür. Nə qədər dadsız olsa, aptekdəki dərmanlardan dadlıdır, xəstəlikdən dadlıdır. Bax bu soda. Bu bir. İkincisi, sizə mən bir dənə də vasitə göstərəcəm. Perikis vodoroda. Bir də ki dostlar, sizə bir şey deyim. Bu sodanı içəndən sonra adamın biraz nastrenisi korlanır, belə deyim. Yəni adamın ağzında dadzad biraz yaxşı olmur. Bu kimi hallarda nədən istifadə edeyim? Elementar 1-2 qurtum su da içə bilərsiniz ki, məsələn, ağzınızda sodanın dadı qalmasın. Mən həmişə elə eləyirəm. Yəni, sodalı su içəndən sonra 1-2 qurtum da abıçlı su içirəm ki, sodanın dadı tam ağzımda qalmasın. Ya da ki, belə. Çay qaşığının 1/3 təmiz bal, arı balı. Bu təmiz baldır. Bundan atıyorsunuz ağzınıza, soğurursunuz. Da qaşıqlı miyim yox. Mən elədiyim kimi. Dostlar, böyrəqinizdəki daşları soda əridə bilir. Soda sənin nəinki böyrəqindəki daşları. Ümumiyyətlə, perikissə, bax, qəbiz xəstəliğiniz, nə qəbizliyiniz varsa, babasılığınız varsa, çölə nə bilim, gedə bilmirsinizsə də, bağırsaqlarınızda yara varsa, xora varsa, bax, and ola vicdanıma, mən özümü bunlarla sağaltmışam. Nə qədər həkimə getdim, pul xərclədim, analiz verdim, rengin verdim, nə billah elədim, sağala bilmədim. Ən axırda professor Neumuvakinin dediklərinə qulaq assım, xəstəliklərim çox idi. Bax, yerimə girib yatanda, uzananda bağırsaqlarımdan dəhşətli dərəcədə sancılar tuturdu. Böyrəklərim ağrıyırdı. Gecələr yerimə uzananda böyrəklərim belə zoqqurluydu. Böyrəklərimin ritmini hiss eləyirdim ki, böyrəklərim naqruskada işləyir. Bax, bunlar mənə ispat elədi. Bəlim bədənim yara səpirdi. Boynum boğazım yara səpirdi. Üzümü qırxandan sonra boynum boğazım, razdrajeniya deyirlər. Üzüm zadım yara səpirdi. Ümumiyyətlə kürəyimdə zadımda, nə bilim, qıçımda zadımda pirişkilər olurdu, səpkilər olurdu. Nə bilim, qardaşcanı xəstəliklərim çox idi. O kanallar, videolarımda demişəm. Sizə bugün nə demək istəyirəm? Demək istəyirəm ki, dostlar, bax, soda içməkdən qorxmun. Bu Elsəvərin sözü deyil. Bu professor Neumuvakinin sözüdür. Bu professorun sözüdür. Yəni bazarda piraşki satanın sözü deyil. Tak ki, bu deyilənləri ancaq pəhriz et. Sən sodanı içib gedib üstündə şirincay yiyərsinsə, nə bilim, araqla kababdan qoyarsansa, pivədən şaqqılladasansa, soda bədbax səyənətər sağalsın, iliperik səyənətər sağalsın. Yəni, bu universaldır. Bunu hər bir insan içə bilər. Perikis vodorodanı 7 nisbini o insanlar içə bilməz ki, hansı ki o insanların qanaxma xəstəliyi var. Çort pabili xəstəliyin adı yadımdan çıxdı. Gemofiliya xəstəliyi, gemofiliya xəstəliyindən əziyyət çəkən insanlara 7 nisbini o insanlara perikis içmək olmaz. Belə qalan rak xəstəliyi deyirsən, pajalusta. Dediyim kimi, bağırsaqda yaradır, xoradır, ötkisədir, qaraciyardır, nə bilim, bütün dərdlər özün dərmanıdır. Su içmək lazımdır, ac qarına, hər gün kalk minimum, heç olmasa tezdən yuxudan duran kimi 1 istəkan, 2 istəkan ilıq su içməlisiniz ki, siz. Bu sizin bağırsaqlarınızdan sovrulur, qanınız olur
dupduru. Sən su içmirsən axı, yetmən balası. Sən tezdən yuxudan duran kimi çay içirsən. Çay içəndə də böyründə bunun qəndi var, konfeti var, şokolatı var. Bunlar sovrulur sizin qanınıza. Sonra olursunuz şəkər xəstəliyi, gedib həkimə yalvarırsınız. Ya həkim, mən Həsən ağanın qohumuyam, mən yaxşı dərman yaz. Dərmanın da yaxşısı olmur. Dərmanın yaxşısı budur. Dərmanın yaxşısı nəfisdir. Dərmanın yaxşısı su içməkdir. Yəni dünya idmandır. Yəni bunlardan yaxşı dünyada dərman yoxdur. Bir də ki, bunu da deyim, yekunlaşdıralım. Bütün dərdlərin dərmanı ən birinci yerdə duran dərman, ən yaxşı dərman aclıqdır. Yəni ac qalmağı bacarsınız, deməli sağalasınız. Sağ olun, salamat qalın. Hansı biz xəstəlikdən sağala bilmirsinizsə, buyurub suallarınızı göndərə bilərsiniz. Öpdüm sizi, özünüzdən müğayət olun, sağlamlığınızdan. Bunlardan da müğayət olun. Yerin üçün şeylənin.